Bilirsiniz, insanların dünyada bəlkə də ölkələr arasında insan hüquqları, söz azadlığı, sərbəst toplaşma ən üstə gələn bilirsiniz nədir? Mülkiyyət toxunulmazlığı. Ən avtoritar ölkələrdə belə mülkiyyət toxunulmazlığı var. Baxın, Çin məbəxtdir. Çin dünyanın ən avtoritar ölkələrindən. Nə seçki var, nə bir şey var. Bir dənə Komünist Partiyası var, idarə edir. Çində belə mülkiyyət toxunulmazlığı bilirsiniz müqəddəs sayılır. Baxın, mən indi atarım sizə linkini, sonra istəsəz baxarsınız və ya da paylaşarsınız. Çində körpü tikirlər, körpü və neçə böyük bir layihədir. O körpünün keçəcəyi yolda bir Çinli evini satmır. 270 min funt sterling verirlər. Deyir, satmıram qardaş, istəmirəm, çox istəyib. Bunlar deyib, yaxşı satmırsan, uyğundan artıq verə bilmərik də, indi büdcəmiz filan. Yolu haçalandırıblar. Körpü gəlir, o evin yanına çıxan sağ-sola bölünür, belə ev qalıb içində tikə-tikə gediblər. Niyə? Onun mülküdür də, ona mülkü toxunulmazdır. Deyəcək, Çin hökumətinin bir traktoru yox idi, bizdəki kimi aparsın, o bir dənə çömçə ilə vursun, belə dağıtsın evi, qəzalı vəziyyətə salsın, sonra qışqıra-qışqıra sürüsün atsın evə. Yəni Çində elə bir ürəkli oğul yoxdur, bizdə maşallah hər MTK-nın qoçu dəstələri var. Belə şey olmaz axı. Yəni sökək qardaş, halal xoş, belə biz deyir filan kəsə pul veririk. O biz verdiyimizi istəmir, çox istəyir. Yaxşı eləyir, çox istəyir. O istədiyi qiyməti müəyyən eləmək hüququ var. Yəni